Salamlar deyirəm burada bizimlə olan hər kəsə. İranda baş verən vəziyyətlərlə bağlı və axır durumla ilgili milli hərəkətimizin içərisində olan siyasi fəallar, aydınlar, ziyalılar, insan haqları aktivistləri və əlimizin çatdığı hər kəslə müsahibələr yığıb onların indiki vəziyyətlə bağlı düşüncələrini öyrənməyə çalışırıq. Bu gün yanımızda dəyərli Salih Kamrani və əziz Duman Radmev vardır. Salih bəy, birinci sualımı sizdən soruşmaq istəyirəm. İndi İranda nələr baş verir? Bu etirazları nə ilə bağlayırsınız və xüsusilə də bu etirazlarla keçmişdə olan etirazlar arasında fərqlər varmı? Əgər varsa nədir və hakimiyyət xüsusilə də indi sizcə nə durumdadır? Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün və sizi eyni halda Duman bəy və sonra bizi eşidənlərin hamısını salamlayıram. Olayları bilirsiniz, hardasa 15-ci gününə gəldi. Məsələ ilk öncə doların və ya xarici valyutanın bahalaşması ilə başladı Tehran bazarında. Yəni başlanğıcı bir sinfi iqtisadi çətinlik nəticəsində ortaya çıxdı və bu millətin də haqqıdır, dünyanın hər yerində tanınıbdır. Bu haqları idi, bu etiraz eləsinlər. İlk 10-12 gündə rejim də, yəni Cumhur İslami də buna aşağı yuxarı birinci dəfə hər kəsi də şaşırtdı. Yəni belə təmkinlə rəftar elədi. Hər hansı bir tutuqlama, şikəncə, öldürmə xəbərini ərada eşitmədik. Ancaq məsələ getdikcə mahiyyətini, yəni bu sinfi məsələ, təbii ki, sinfi məsələdə qalmayacaq. Çünki Cumhur İslamda saxtarı çətinliklər var, müşküllər var. İqtisadın bu vəziyyətə düşməsi ilə Cumhur İslamın o siyasi bombastinə gəlib çatır. Çünki demokrasi yoxdur, baskıcı bir rejimdir. Vəziyyət gerçəkdən bu Cumhur İslamının o macəracuyana siyasətləri nəticəsində bölgədə resursları bütün tükədib, milləti bu vəziyyətə qoyub. Bu istər-istəməz siyasi mahiyyətə dönəcəkdir. Ancaq bu işi burada suyu lilləndirən millət yavaş-yavaş baxsaz müşarikət edənlərin teydadı az da olsaydı, amma o dağınıqlığı və ya pərakəndəliyi coğrafi baxımından günü-gündən genişlənməkdə idi. Yəni bir gəlişmə etirazlar özündən nişan verir. Birdən-birə bu gördü ki, yəni genişlənirdi. Azərbaycan da ümumiyyətlə türklər də fəqət Azərbaycan 5-6 ustan yox, ümumiyyətlə türklər, Tehran, Qəzvin, Kərəc, Qaşqay türklər, hər yerdəki türklər vardı. Onlar biraz təmkinlə məsələyə, əvvəl təmkinli davranırdılar. Hala səbəbləri var, bir səbəbi başqa cərəyanların, başqa pəhləviçilər olmaq, sui-istifadə eləməsi, hər halükarda Pezeşkiyanın Cumhurbaşqanı olması. Bunların hamısı təsiri vardı. Türklər biraz təmkinli davrandılar əvvəldə. İşin mahiyyətini necə deyirlər, təsahüb eləmək üçün firqe faşisti pəhləvi gəldi, burada bir dənə manipuleyrinqə atdı. Gördü ki, insanlar hər halda etisaflar genişlənir falan, gəldi, həman o fürsətdən sui-istifadə edib dedi ki, xiyabanlara çıxın və desin ki, mənim fərmanımla, mənim çağırışımla bu məsələ ortaya çıxdı. Ondan sonra bizim Azərbaycan, əlbəttə bəzi partiyalar bazarın ehtisabını falan istəmişlər. Ancaq Azərbaycan Təşkilatlar İşbirliyi Şurası ki, bu günün də Azərbaycan Milli Hərəkətinin çoğunluğu, əksəriyyəti oradadır və Şuranın içində olmayan təşkilatlar da, onlar da dışarıdan dəstək verdilər. Məsələ düşdü üst-üstə və bu çox yerlərdə geniş şəkildə yayınlandı. İçəridən də dəstək aldı milli fəallar tərəfindən, bazar tərəfindən. Rejim həm pəhləvinin o çağırış məsələsi, dalısıyla Azərbaycan Milli Hərəkətinin və Şuranın, partiyalarının, şəxsiyyətlərinin çağırış verməsi rejimi daha ciddi, sərt, o gələnəksəl davranışını ortaya qoymağa soğuk verdi. Belə deyək, haqq verməyə soğuk verdi və o gündə indi 60 saatdan çoxdur ki, interneti tamamilə kəsib. Hətta bəzi bilgilərə görə, mən bu işin mütəxəssis deyirəm, Starlink də belə kəsilibdir. Yəni içəridən hər hansı bir bilgi alış-verişi alıb vermək mümkün deyil. Və indi gələn cinayətlər, ölü sayıları, əslində bir də soyqırım kimi bir ittifaq düşüb mütəəssifən, əgər bu
bilgilər doğrudursa, böyük ehtimalda doğru olmasını maalesef ortaya çıxmağa sarı gedir. İndi burada bunlar bir-birini suçlayırlar. Cumhur İslami pəhləviçilərin, xarici ölkələrin, Amerikanın, İsrailin falanın başına atır və deyir ki, bunlar dəstək yollayıblar, qurumlar yollayıblar, silahlı dəstələr cinayət olub, qəfəsə Daesh modeli adamlar qoyub yandırıblar. Amma Cumhur İslaminin bu iddiaları bir halda bir iddiaları mətrəh eləyir ki, 60 saatdan çoxdur bütün iletişim araçlarını interneti kəsibdir. Sənin əgər hesabın təmizdirsə, niyə interneti kəsirsən? Bu xəlvətdə nə işlə məşğulsan? Hər halda sözümü bu mərhələsində xülasə eləyim. İndiki vəziyyət budur ki, Cumhur İslaminin müşarikəti ilə bu cinayəti mürtəkib olmaqda və firqə faşistliyi Pəhləvinin müavinəti ilə belə bir cinayət törədilibdir. O başlanmış doğal, mütəarif etirazlar ki gedirdi Cumhur İslaminin külliyyətinin əleyhinə mədəni şəkildə öz yolunu davam etsin. Bu iki şər qüvvənin necə deyirlər, qeyri-müstəqim işbirliyi nəticəsində bu cür bir xuşunatamiz vəziyyət aldı. İndi sözümün qalanını sonra ərz edirəm. Teşekkürler Salih Bey. Duman Bey, eyni sualı sizden soruşmak isterim. İndiki etirazların fərqi nədir? Hakimiyyət nə durumdadır sizcə? Öncə salam deyirəm sizə, dəyərli Salih bəy və bizi görüb eşidənlər. Mən istərdim bu sualın cavabını belə formulbət eləyəm ki, bu etirazları qadın yaşam azadlıq etirazları ilə bir müqayisə eləməklə daha məncə yaxşı bir təsvir yaratmaq olar ki, nələr dəyişibdir, necə onlar bir yerə çatacaqmı, çatmayacaqmı? Baxın, əgər bir diktator rejimin, qeyri-demokratik rejimin düşüşünü istəyirik danışaq, neçə parametr var ki, onlara gərək diqqət eləyək, nəzərdən keçirdək. Həm hakimiyyət tərəfində, həm də toplum, cəmiyyət tərəfində, mərdum tərəfində. Hakimiyyət tərəfinə gəldikdə, o şey ki, ayaqda tutur hakimiyyəti, birisi məşruiyyətdir, birisi kifayətdir, karamədi deyirlər farslar. Birincisi budur ki, o hakim elit nə qədər həmrəydir, nə qədər həmbəstəcisi var bir-birinə. Dördüncüsü bu ki, sültə və sərkub gücü yerindədir ya yox. Yaxşı, bunu indi baxanda qadın yaşam azadlıqla biz bunu görürük ki, kifayətsizlik cəhətindən görmək olar ki, rejim daha düşüş vəziyyətdədir, daha aşağı vəziyyətdədir 4-5 il bundan qabağa qədər. Ondan məşruiyyət cəhətindən habelə məxsusən İsrailin həmləsi o iqtidar ki var idi cəmaətin gözündə, insanların gözündə hakimiyyətə görə onda bir nə deyirlər, bir qırılğanlıq yaradıbdı, göstərib hakimiyyət göstərdi ki, hətta bu qədər ki öz nizami qoluna, qüvvəsinə güvənir. Cəmaət bunu başa düşdü ki, o cürdə də hakim elitin içində bir-birinə o dayanışma, həmrəylik baxımından da demək olar ki, indi Xameneyin ölümünə tərəf gedir. Ona görə bu, onun yerinə oturmaq üçün rəqabətlər öz yerini tapıb və bu da bir hər halda bir sarsınma yaradıbdır hakimiyyətdə. Amma sərkub gücü, sültə gücü yerindəmi ya yerindədir, təbiətən bunu zaman içində dəyərləndirmək olar. Amma mərdum tərəfinə gəldikdə neçə burada parametr var. Mərdum deyəndə, yəni o cümbüş ki, istəyir bu rejimi dəyişə və bir dəyişiklik yaradır. Birincisi ideolojidir, rəhbəriyyətdir, sazmandır və narizayətir. Yəni 4 parametr ki, bu əsasda bir etirazlar formalaşır və hakimiyyətə güc gəlir və əgər başarsa hakimiyyəti devirir. Belə baxanda 4-5 il bundan qabaqla müqayisədə təbiətən burada bir sıra dəyişikliklər var. Belə ki, narizayəti təbiətən çoxalıbdır. Sazmanda hizblərin güclənməsində milləti səfərbər eləməkdə bəlkə bir o qədər fərq yoxdur. Amma burada ideoloji ilə rəhbəriyyət arasında, rəhbəriyyət və ideoloji baxımından
biraz dəyişiklik var. O da bundan ibarətdir ki, elə bu qadın yaşam azadlıq cəryanından sonra İsrailin projesi belə oldu ki, İran International tərqi ilə İran xalqının ziddi rejim hərəkatına bir lider yomtalasın. O da Pəhləvin adına. Və onun da hər halda ideolojisi faşisti bir ideolojidir, irticai bir ideolojidir. İranın 2500 il bundan qabaq şahənşahlıq dönəmini deyir, savaşdan danışır, kəsib bitməkdən danışır, sansordan danışır, şuarlarında heç bir yapıcı bir şuar yoxdur, fəqət ölümdən danışır və s. Və rəsanə tərqi ilə, reklam tərqi ilə belə bir rəhbər hər halda millətin bir kəsiminə, xalqların bir kəsiminə təhmil eləməyə çalışılıb və o tərəfdən də demək olar ki, ideoloji cəhətindən də qadın yaşam azadlıqdadır ki, nə qədər pluralizmdən, təkəssürdən, ondan, demokrasidən söz gedirdi. O söyləm, o ideoloji yavaş-yavaş bu Pəhləvin tərqi ilə faşisti bir ideolojiyə, belə həsv edici bir ideolojiyə gəlib xülasə olubdur. O da bu zəmində öz təsirini göstərir. Bəzilərini dışlayır, amma bəzilərində daha biraz ciddi şəkildə meydana gətirməyi başarıbdır. İndi bu təfsirlə, bu dəyərləndirmə ilə baxaq görək ki, aya bu gəlişmə İran hakimiyyətini devirməyi başaracaq ya başarmayacaq ki, məncə çox çətindir. Çünki insanlar şübhə ilə yanaşırlar, bir çox insan bu məsələyə. O tərəfdən də, hətta əgər devirə bilsə də, Pəhləvin iş üstünə gəlməsi bir o qədər də rahat olmayacaq. Çünki İranda tək bir fikir yoxdur. Müxtəlif xalqlar vardır ki, öz istəklərini istəyirlər və onlar təbiətən buna icazə verməyəcək. Təşəkkür edirəm Duman bəy. Salih bəy, cürə Azərbaycanlıların etirazları mərkəz ilə müqayisə ilə fərqləri varmı və ya fərqlənə bilərmi? Və eyni zamanda eşikdə olan, dışarıda olan və içəridəki olan siyasi nüruların milli haqların bərpası üçün nələr edə bilər və nələr etməlidir? Bəli. Əlbəttə, Azərbaycan Milli Hərəkətinin yeni fazı kimi Azərbaycan Milli Hərəkəti adında hər halda hamımız tanıyırıq. Ortaya çıxandan hardasa yavaş-yavaş da 40 ilinə yaxınlaşır. Azərbaycan Milli Hərəkəti və Azərbaycanlıların siyasi davranışları müxtəlif məsələlərə mərkəzlə, yəni siyasi mərkəzi qəsd edirəm, həmişə fərqli olubdur. Yəni bunun ən bariz ayrışımı da biz şeydə görürük bunu. Quyu danışgah məsələsində görürük ki, Tehranla yavaş-yavaş da o özünü ayırmağa başlayır. Cümbüş yaşıllar məsələsində tamamilə qıraqda durmağı, qatılmamağı tərcih verir və hətta bu zənzindəki məsələsində də çox ehtiyatla, yəni zənzindəki ilə də Azərbaycan Milli Hərəkətinin və Azərbaycanlıların simvollarda ixtilaf nəzəri var, söyləmlərdə ixtilaf nəzəri var. Zənzindəkidə deyirlər, zənzindəki azadi, Azərbaycan Milli Hərəkəti, azadlıq, ədalət, milli hökumət. Onlar Məhsə Əmini, Jina Əminini çox bərcəst edirlər. Azərbaycan Milli Hərəkəti türk ölənləri, şəhidləri bərcəst edir. Belə bir simvol savaşı da rəqabəti deyəlim gedir. Yəni Azərbaycan Milli Hərəkəti həmişə mərkəzdə yox, mərkəz məhvərli cərəyanlara çoxdandır fərqli rəftarlar özündən göstəribdir. Ancaq bu seri Azərbaycan Milli Hərəkətinin və Azərbaycanlıların və ümumiyyətlə türklərin daha fərqli bir rəftarlar olubdur bu məsələ ilə ilgili. Geçmişdəki reaksiyaları ilə, geçmişdəki əməlkətləri ilə baxdığımızda da onunla da bir fərqlilik var. Onun da səbəbi budur ki, bir, Azərbaycanlılar və türklər ümumiyyətlə geçmiş olaylarla müqayisədə indi biraz daha hazırlı görünürlər.
daha təcrübəli, daha hazırlı, məsələn, partiyalarımız, Azərbaycan millətçilərində indiki olan harmoni, yaxınlaşma, fikir birliyi geçmişdəki zamanla müqayisədə çox çoxalıb. Bu önəmli məsələdir. Bunun da səbəbi təbii ki, getdikcə kadrlar təcrübələnirlər. Bunların hamısı bunların təsiri vardır. Geçmiş təcrübələrini istifadə edir. Və bir dənə də mühüm faktor türkçilik şuurunun bu 4-5 ildə, özəlliklə 2 ildə bütün yəni klasik Azərbaycan coğrafiyasını o 4-5-6 ustanı keçib də bütün İranın hər yerindəki türklər mütəmərkiz şəkildə yaşayırlar, onların içində də rüşd eləməsidir. Və biz bunun numudunu Pezeşkiyanın Cumhurbaşkanı seçilməsində də biz gördük. Traktorun oyunlarında, traktorun qəhrəman olmasında düzdür, Duman bəy işarə elədi, artıq bizə zərər də verən, zərər verici yönləri də var. Amma bu milli oyanışı dərinləşdirməkdə və eyni halda genişləndirmədə bir dəyişiklik görürük. Ona görə görürük ki, bu seri Azərbaycan Milli Hərəkəti biraz daha etimad və nəfsinə və ya soyuqqanlıqla rəftar eləyə bilir. Yəni reaksional bir rəftar eləmir. Özünü artıq güclü bir rəqib kimi ortaya qoymağa çalışır. Bu fərqi də biz görürük və mərkəzlə Azərbaycan Milli Hərəkətinin, ümumiyyətlə türklərin, yəni məsələn Azərbaycan Milli Hərəkəti hansı təcrübə, hansı model rəftarını ortaya qoyur. Məsələn biz bunu Qaşqaylarda da görürük. Yəni ilk bizə yaxın türk toplumu. Ondan sonra Türkmen türklərinə və Xorasan türklərinə. Bu sözü niyə deyirəm? Bu məsələn bizim mərkəz deyirəm, şura çağırış verdi. Şuranın içində olmayan Azərbaycan partiyaları ilə bərabər Türkmen partiyaları da dəstək verdi. Qaşqay partiyaları da dəstək verdi. Və bu yaşıl deyirəm. Zəncindəki məsələsində də bizim bu müxtəlif türklərin bir-birinə yaxınlaşma şəraiti də yarandı. Oradan da o təcrübə əldə olundu və bu günləri biz görürük ki, yaxınlaşma getdikcə özünü daha çox göstərməkdədir. Yəni türklər hüquqi olaraq əqəlliyyətdirlər, hüquqi olaraq, amma türklər gerçəkdə, yəni həqiqi olaraq əqəlliyyət olmadıqları üçün özünü çalışır ki, Azərbaycan Milli Hərəkəti bu seri özünü ana alternativ kimi aparsın. Yəni özünü hər hansı bir, məsələn mücahidlər özünü bir alternativ tərifləyib. Şahçılar ki, görürsünüz nə vəziyyətdədir. Və cumhuriyyətçi cərəyanlar da özlərini bir alternativ kimi oluşturmağa çalışırlar. Amma görürsən ki, Azərbaycan Milli Hərəkəti və türkləri təmsil eləyən partiyalar, cərəyanlar o qədər də özün bunların, hətta cumhuriyyətçilər ki, bunlara yaxındır, içində tərif eləyə bilmir, sıxışdıra bilmir. Özü bir dənə əsl, ana və öndə gedən alternativ kimi göstərməyə çalışır və bunu bu seriki məsələlərdə də, bu seriki olaylarda da biz bunu şahidiyik. Onun elementlərini, əmarələrini çox rahat görə bilərik. Teşekkür ederim Salih Bey. Duman Bey, eyni sualı sizdən də soruşmaq istəyirəm. Xüsusilə də mən əslində sizə biz eşikdə olanlar və içəridə olan milli hərəkətin fəalları nələr etmək olar, nələr etməliyik bu halların bərpası üçün? Güzel. Mən istərdim ki, biraz bu bizim çatışmayan tərəflərimizdən danışaq. Və təbiətən indi həm içəridə, həm eşikdə bizlərin boynuna düşən budur ki, bu əsas çatışmazlıqları aradan qaldıraq. O çatışmazlıqlar nədir? Baxın, İran ayrı özəlliklə mərkəz qüvvələrindən fərqli olaraq bizim bir ayrı istəklərimiz də var. Biz cumhuri istəyirik, biz sekularizm istəyirik, demokrasi istəyirik. Bunlar hamısı yerində, amma bizim əlavə bir istədiyimiz bir şey var. Biz istəyirik milli məsələdə İranda həll olur. Türk-Fars arasında olan təbiz, naidaləti, nabərabərlik həll olur. Və ona görə biz fərqlənirik mərkəz qüvvələrdə. Bu bir məsələ. İkinci məsələ budur ki, gərək diqqət eləyək,
bizim yapı, ictimai yapı olaraq, bafta ictimai olaraq, tərzi həyat olaraq, ümumi zehniyyət olaraq daha çox farslarla müqayisə oluna bilərik, ta ayrı xalqlarla. İranda Kürddir, Ərəbdir, Bəluçdur. Biz həyat tərzi olaraq, mentalitet olaraq daha çox farslara yaxınıq ta o kəsimlər. Bizlər şəhri toplumuq, modern toplumdur, ondan sonra və mütəşəkkir bir toplumdur. Bu mütəşəkkirin üstündə mən duracağam, çünki bizdə və farslarda da belədir. İndi təkəssürə qayıdacağam və farslarda da belədir. Bu özünü nədə göstərir? Həm həyat tərzində göstərir, şəhri toplum olduqda, həm təkəssürdə, həm də siyasi qüvvələrin vəziyyətində. Çoxları bizə intiqad edir və yerli bir intiqaddır ki, niyə doğru düzgün bir qurum, təşkilat yoxdur ortada türklər adına. Bu bir həddəcən düzdür. Amma farslarda varmı? Farslarda bu son Pəhləvinin təhmil və rəsani təbliğ şəklində təhmili çıxmaq şərti ilə hansı cümhuriyyətçi, hansı demokrat bir qüvvənin güclü bir təşkilatı var? Varsa niyə biz görürük? Yəni burada da baxanda bizlər bir elə farslarla eyni vəziyyətdəyik. Amma bu təkəssürə gəldikdə burada bu təkəssürün gətirdiyi iki nüqtəyə mən istəyirəm sizin diqqətinizi çəkəm. Birinci nüqtə budur ki, Azərbaycanda ən güclü söyləm, ən dominant qoftuman Azərbaycançılıqdır. Amma bu o demək deyil ki, Azərbaycan xalqı qəbili, əşiri bir toplum kimi hamısı bunu dəstəkləyir. Yox. Ayrı qüvvələr var. Azərbaycanda şahçı da var, Azərbaycanda komünist də var, Azərbaycanda İslamçı da var, Azərbaycanda hər nə var. Amma təbiətən bunların içində ən güclüsü Azərbaycan Milli Hərəkatının təsiri və Azərbaycançılıqdır. Amma baxanda buna ikinci nüqtəyə gəlirəm. Bu fəqət təsirdir, bu fəqət söyləmdir. Hamı Azərbaycana düşünür, amma məsələn son bir etirazlara qatılaq ya qatılmayaq, onda top yekun bir qərar qoymalıdır. Milli səviyyədə bir top yekun bir qərar qoymalıdır ortaya. Onu söyləm birliyi həll eləmir. Hamı Azərbaycana düşünür. Biri deyir ki, Azərbaycan üçün qatılaq, biri deyir Azərbaycan üçün qatılmayaq. Birisi deyir bugün qatılaq, birisi deyir sabah qatılaq. Buna görə bir siyasi mərcəiyyət boşluğu var və o doldurulmalıdır. İndi bu nə zaman özünü göstərir? Bizim normalda bir çox milli fəalın baxışında, təsəvvüründə bu məsələ özünü öz yerində görsənmir. O da budur ki, güya biz bir əşireyi toplumuq və hamının bir dənə də siyasi mərcəiyyət var. O desə çıxacaq, o deməsə çıxmayacaq. Belə bir şey bizdə yoxdur. Biz əgər zamanında doğru düzgün qərarı verməsək, Azərbaycan toplumu hətta olar ki, elə Azərbaycançılıq kimi düşünürlər. Bu ola bilər ki, ayrı bir düşüncə, ayrı bir cəryanın dalısına axsınlar, geçsinlər. Baxın, bizim millət əqlani bir millətdir, özünün düşüncəsi var, özünün təhlil qüvvəsi var və bundan qabaq da olubdur. Biz İran Cumhurbaşqanlığı seçimlərinin bir çoxunu demişik ki, qatılmayın. Amma millət qatılıbdır. Niyə? Çünki deyir ki, bəlkə bunda mən bir addım vəzim yaxşılaşar. Düzdür? O siyasi, stratejik baxışdan uzaq millət bugünün, sabahın, 2 il sonranı düşünüb və deyir ki, gedək və getməyək. Bu, elə rejimə etirazda da ola bilər. Əgər doğru düzgün zamanında bir top yekun siyasi mərcəiyyət tərəfindən qərar çıxmasa, ortaya qoyulmasa, təbiətən bu millət yavaş-yavaş axar və yavaş-yavaş bəzən bu Azərbaycancı təşkilatlara da bədbin ola bilər. Ki siz millət iqtisadi cəhətdən bu vəziyyətdədir, çətin vəziyyətdədir, amma siz hələ bir sıra istəkləri mətrəh eləyirsiniz, dalındasınız ki, mühüm olsalar da, amma bununla müqayisədə, məişət cəhətindən müqayisədə doğru düzgün deyil. Yəni, o qədər ovləviyyətdə də. Bunu deməkdə,
bura gətirib çatdırıram ki, e, bu mütəkəssir camiənin bir, ikincisi siyasi mərcəiyyətin olmaması parametrlərini biz milli fəal olaraq gərək öz təhlillərimizdə yerinə qoyaq, öz yerini tapa və bunu nəzərdən çıxartmayaq ki, biz bu millətə siyasi mərcəiyyət olmadığımız üçün, yəni yekun bir, vahid bir siyasi mərcəiyyət olduğumuz üçün və media gücümüz olmadığı üçün o qədər də böhranlı şəraitdə təsir eləyə bilməyə bilər. Və bunları nəzərdə alaraq təbiətən bu qərarlar və çıxmalar qatılıb qatılmamaqda gərək diqqət eləyək. Buyurun. Təşəkkür edirəm. Əziz izləyicilər, Duman Radmeh və Salih Kamrani bizimlə idi. Təşəkkür edirik bizə vaxt ayırdığınız üçün.